Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Heydər Əliyev Fondu dəstəyi ilə dekabrın 23-dən etibarən Respublikanın bütün rayon və şəhərlərində olduğu kimi Cəlilabad rayonunda da ünvanlı sosial yardım alan ailələrə müxtəlif ərzaq məhsullarına ibarət bayram sovqatları paylanılıb. Çox sağ olun. Minnətdarlığımızı bildiririk bütün xalqımıza, xalqımızın yeni ilini təbrik edirik. O cümlədən prezidentimizə can sağlığı arzulayırıq. Bu əhaliyə bu gözəl gündə yardımlar verilir. Biz minnətdarlığımızı bildiririk. Bir daha çox sağ olun deyirik. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən başlanılan aksiya Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində 165 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları çatdırılıb. Murad Hüseynli, Kamran Kamiloğlu, Regional, Cəlilabad.